Əgər çox dərin bir quyu qazsanız, nə olar? 1970-ci illərdə SSR bunu həyata keçirmək üçün böyük bir layihəyə başladı. Onlar yerin 12,2 kilometr, yəni 7,6 mil dərinliyinə qazma işləri apardılar. Bu, Mariana çökəkliyindən daha dərin, Everest dağından isə daha hündür məsafədir. Məqsəd, yer qabığının altındakı mantiyaya çatmaq və ayaqlarımızın altında yatan sirləri açmaq idi. ABŞ cəmi 183 metr qazdıqdan sonra dayandı. Sovetlər isə işə davam etdi. 20 il ərzində onlar yer qabığının təxminən 1/3-ni keçə bildilər. Ancaq dərinləşdikcə vəziyyət getdikcə daha qəribə olmağa başladı. Temperatur gözləniləndən daha yüksək idi. Qazma başlıqlarını əridəcək qədər isti. Lakin bu səylər boşa çıxmadı. Müasir dövrdə də istifadə edilən inkişaf etmiş qazma texnologiyaları yaradıldı. 2 milyard illik mikroskopik fosillər aşkar edildi. Alimlərin mümkünsüz hesab etdiyi dərinlikdə su tapıldı. Buna baxmayaraq, bu yerin səthinin yalnız kiçik bir hissəsini tədqiq etmək deməkdir. Qazılan quyu, yerin mərkəzinə qədər olan məsafənin cəmi 0,2%-dən 2%-ni təşkil edir. Ayaqlarımızın altındakı bu möhtəşəm planeti hələ ki çox az tanıyırıq.